Salam kanalımın dəyərli xanımları. Öncəliklə bunu qeyd etmək istəyirəm ki, bu vloq bu gün çəkilməyib, bundan öncəki günlərin vloqudur. Bu vloqu çəkdiyim gün müxtəlif yerlərə gedəcəkdik deyənə, dedim ki, getməmişdən öncə yeməyi bişirim, evdə hazır olsun. Evə qayıdan zaman da mənim üçün rahat olar. Yadınızdadırsa, bu dolmanı sizinlə birlikdə bükmüşdüm. Hətta qızım da mənə kömək edirdi. Bunu saxlayırdım çiy formada marazinlikdə ki, əgər yemək bişirməyə vaxtım olmasa, marazinlikdən götürüm, hazır bişirim. Dolmanı bişirməmişdən öncə mən hər zaman üzərinə quyruq əlavə edirəm. Bu zaman çox dadlı olur, quyruqlar əriyir dolmanın üzərinə və dolmaya xüsusi dad verir. Yarpaq dolmasının üzərinə quyruq qoymaqla kifayətlənmirəm. Hər zaman ətinə də çəkən zaman quyruq əlavə edirəm. Belə olanda çox-çox dadlı olur. Bu gün üçün də gedəcək yerlərimiz çox idi. Bəzisini çəkib vloqa daxil etmişəm, bəzisini də yox. Bir il bundan öncə mənim yoldaşımın babası rəhmətə getmişdi və mən o ərəfədə Moskvadaydım. Çox istəyərdim ki, burada olum, babadan halallıq alım. Çox təəssüflər olsun ki, biz artıq gediş-gəliş biletini öncədən almışdıq. İndi yalnız qəbrini ziyarət edə bilirəm, amma ora tək getməyə də yoldaşım icazə vermir. Çünki yoldaşımın babasının qəbri kombinatdadır. Məni də o tərəflərə tək qoymur gedim. Yalnız yoldaşım burada olanda gedə bilirəm. Elə gəlmişkən də danışdıq ki, bugün mütləq babanın qəbrini ziyarət etmək istəyirəm. Həm babanın qəbrini ziyarət edəcəyik, həm yoldaşımın dostunun atasının qəbrini ziyarət etməliyik, həm də ki, Hövsana gedəcəyik. Bugün üçün bu 3 yerə getdiklərimi yalnız sizin üçün çəkə bilmişəm. Və gördüyünüz kimi xanımlar, mən dolmanı elə buzlu-buzlu qazana yerləşdirirəm. Üzərinə də elə bu formada quyruqları əlavə edirəm. Biraz da su və gedir bişməyə. Əgər bu üsulda bişirməmisinizsə, bir dəfə yoxlayın, görəcəksiniz ki, necə dadlı olur. Və xanımlar, yeməyim də bişdi, artıq evdən çıxdıq. Gedirik yoldaşımın dostunun atasının qəbrini ziyarət etməyə. Çatmışıq artıq Əhmədliyə, sonra da gedəcəyik kombinata. Xanımlar, görəsən aramızda mənim kimi olanlar var. Demək xanımlar, mən çox vaxt belə edirəm ki, çox vaxt maaş alanda onun kiçik bir hissəsini rəhmətə getmiş ölülərimiz üçün yasını oxudururam. Yalandan deyə bilmərəm ki, hamısı üçün birdən, yox, hər ay biri üçün yasını oxudururam. Hamısını da birdən oxutdurmama səbəbim budur ki, hər rəhmətə gedənim üçün yasını oxutduranda hərəsinə 5 manat pul ödəyirəm. Bunu da ki, çox inandığım bir insana oxutdururam. Bir-bir etmə səbəbim də odur ki, hamısına birdən oxutursam buna imkanım çatmaz. Ən azından bir-bir də olsa hamısını yad edirəm. Və bunu da boynumun borcu kimi bilirəm. Mənə elə gəlir ki, bütün insanlar bunu eləməlidir. Burada da bunu deməyimdə səbəb odur ki, ola bilsin ki, kimsə bu haqda heç vaxt düşünməyib, amma bu vloqa baxandan sonra çox insan rəhmətə gedənlərini yad edə bilər. Bəzən belə də olur ki, hansısa rəhmətə gedən əzizlərimiz yada düşür və o anda imkan olmur ki, pul verib Yasin oxutdurasan. Mən o zaman televizorda, YouTube'da Yasin surəsini qoşub, tutaq ki, kimi
çünki istəyirəmsə bu surə oxusun, o insanın adını, soyadını deyərək Yasin surəsini qoşuram, onun üçün oxuyur. Bunları etmək mənim ruhuma huzur verir. Bəlkə də kimsə mənim dediklərimə güləcək, bəlkə də kimsə lağ edəcək və bəlkə də kimsə bundan örnək götürəcək. Amma mən özüm bilirəm ki, mən səhv eləmirəm. Bunu etmək mənə çox rahatlıq verir və ən önəmlisi də bilirsiniz nədir? Mənim qızım artıq hər şeyi idrak edəcək yaşdadır. O baxır mənə, mən nə edirəmsə onu özünə örnək götürür. Sabahsı gün biz rəhmətə getsək, mən bilirəm ki, qızım bunları özünə örnək götürüb və bunu bizim üçün də edəcək. Eləcə də baxın, hal-hazırda yoldaşımın babasının qəbrini ziyarət edirik. Biz oradan artıq otları təmizləyirik və uşaqlar da bizə baxır, eynisinidir. Bu bir nümunədir. Mənə elə gəlir ki, valideyn neynəsə, uşaq da onun örnəyidir. Və xanımlar, artıq ziyarətlərimizi də etdik. İndi isə gedirik anamı görməyə. Yoldaşım gələndən anamı görməmişdi. Ora getdik ki, bir-birlərini görsünlər. Mən bu barədə çox şanslıyam. Mənim yoldaşımla anam bir-birlərini o qədər çox istəyirlər ki, hətta mənim anam zarafat kimi mənim yoldaşıma oğlum, mənə isə gəlinim deyir. Çünki bunun səbəbi bilirsiniz nədir? Mənim başım gün içində çox qarışıq olur və ən əsası da ki, mən heç xoşlamıram telefonla danışmağı. Telefonla danışmağa mənim qətiyyən səbrim çatmır. Əgər birinə sözüm varsa, elə WhatsApp vasitəsilə yazıram və istəyirəm ki, o andaca mənə cavab versin, mən də ona cavab verim və olsun, bitsin. Uzun uzadı danışmaq mənlik deyil. Çünki mən bütün günü uşağa baxıram, başım qarışıq olur və əlavə bir dəqiqə vaxtım olmur ki, oturum telefonla kiminləsə danışım. Sırf buna görə də anam hər zaman məndən inciyir və gileylənir ki, mənə zəng edib danışmırsan. Təsəvvür edin ki, mənim yoldaşım məndən çox anama zəng edir. Keçən dəfə əyləncə mərkəzindəyik, baxıram ki, yoldaşım kiminləsə danışır və gəlib yanına əyləşəndən sonra görürəm ki, mənim anamla görüntülü danışırlar. Anam da məndən yoldaşıma gileylənir ki, gəlinim mənə zəng eləmir. Həqiqətən də onlar bir-birlərini çox istəyirlər, bu da məni çox sevindirir. Bir dəfə belə olsun, bu bir neçə ildə onların arasında söz-söhbət olmuyor. Təbii ki, hər ailədə söz-söhbət olur. Xırda da olsa narazıçılıq olur. Heç kəs ideal deyil. Bəzən olur ki, anamla nəsə danışanda, kiçik də olsa nədənsə gileylənsəm, tez anam tərəf saxlayır və deyir ki, özünü yığışdır. Mənimlə elə tərzdə danışır ki, sanki mən anamın gəliniyəm, yoldaşım oğludur. Mənim anam bu balansı çox yaxşı qoruyub saxlayıb. Bəzən mən görürəm ki, analarımız, qaynanalarımız gəlini və yaxud da kürəkəni öz evladı kimi sevmir. Nə dərəcədə yaxşı insan olsa da onu öz evladı kimi qəbul eləmir. Evin böyüyü, evin kiçiyini öz evladı kimi görməyəndə burada söz-söhbətlərə zəmin yaranır. Mən bir dənə bunu anamdan görmüşəm ki, yoldaşımı o qədər öz doğması kimi qəbul edib ki, nəsə iş görəcəyi zaman, nəsə alacağı zaman, harasa gedəcəyi zaman və yaxud da nəsə plan cızdığı zaman mütləq yoldaşıma zəng edib onunla da məsləhətləşir. Eynisini yoldaşım da anama qarşı edir. Yaxşı və yaxud da pis nəsə olan zaman mütləq bir-birləri ilə məsləhətləşirlər. Mən hər kəsə də belə mehriban, kürəkən qaynana arzulayıram. Və xanımlar, artıq biz əyləşib söhbətimizi etmişik, çayımızı içmişik. İndi isə yavaş-yavaş yemək hazırlayırıq. Anam duxovkaya kartoşka ilə toyuq qoymuşdu və bir yandan da doğğa bişirirdi. Qatığı qoymuşdu artıq bişməyə, düyü bişənə kimi dedim göyərtiləri mən doğrayaram. Elə söhbət edə göyərtiləri də doğradım. Anam da yeməkləri bişirdi. Sonra əyləşib yedik və yavaş-yavaş getdik evə. Hövsana gələndə heç mən Maşdağaya qayıtmaq istəmirəm. Çünki mən Hövsanda böyümüşəm. Ora mənə çox doğmadır. Hər küçəsində bir anım var. Təbii ki, indiki uşaqlar telefondan başqa heç nə görmür, amma bizim vaxtımızda belə deyildi. Biz hər dəfə bir binanın qarşısında oynayırdıq, çünki hər binadan uşaqlar toplaşırdı və bir oyun oynayırdıq. Gizdən paç, bənövşə, 7 şüşə, qaçdı tutdu, telefon, seçdi, ortada qaldı, rezinka və bir çox müxtəlif oyunları oynayırdıq.
Beləliklə hər dəfə evə gedən zaman dayanıb baxıram məhləyə və keçmiş günləri yad edirəm. İndi hər kəsə pis baxır. Bir qadın məhləyə çıxan zaman digəri deyir ki, bu qadının məhlədə nə işi var? Amma əvvəl elə deyildi. Bütün uşaqlığımız məhlədə böyüməklə keçib. Oğlanlı qızlı yığışıb oyunlar oynayırdıq. Amma indi öz qızımı oğlanlarla oynamağa icazə vermirəm. Çünki zamanə pisləşib, hər kəsə pis baxır. Və xanımlar, artıq yeməyimizi də yedik. Biraz da əyləşib sonra gedəcəyik evə. Minonu da ki, bayaqdan sizə çəkirəm, amma o haqda məlumat vermirəm. Mino əməliyyat olub, ona görə başında belə bir korset var ki, tikişlərinə toxunmasın. Bu da başında 10 gün qalmalıdır. Həkim deyib ki, 10 gündən sonra korseti aça bilərsiniz. Pişiyə baxdıqca ürəyim ağrıyırdı. O qədər narahat idi ki, o başındakına görə. Amma o da onun yaxşılığı üçün idi. Əgər tikişlərini yalasaydı, infeksiya keçə bilərdi. Soruşsaz ki, əməliyyatını niyə görə elətdiriblər? Bacım onu qısırlaşdırıb, ona görə də əməliyyat olunub. Və xanımlar, əyləşmişəm, yemək yeyib ağırlaşmışam. Tamerlan da qətiyyən imkan vermir əyləşməyə. Biraz əyləşdik, çay da içdik və sonra getdik evə. Biz evə gedəndə artıq gec idi. Başqa heç nə çəkə bilmədim, amma növbəti günü də bu vloqa daxil etmişəm. Növbəti gündə xanımlar, Tamerlan dayanmadan deyir ki, aparın məni sürüşkənə. Yəni ki, evin yaxınlığında Tamstorda əyləncə mərkəzi var. Durmadan ora istəyir, orada onun istədiyi kimi sürüşkən var. Gecə-gündüz deyir ki, aparın məni sürüşkənə. Artıq səhər açılıb, biz yemək yemişik, çay içmişik. İndi isə aparırıq Tamerlanı əyləncə mərkəzinə. İnanın ki, xanımlar, yoldaşım burada olandan biz bir gün olsun ki, evdə olmamışıq. Hər günə uyğun plan olub. Əslində bu günü də bir çox yerə gedilsə də, amma elə yer var ki, onu çəkə bilmirəm. Səbəbi də ki, xanımlar, bəzən elə bir yer olur ki, mən heç bildirmirəm ki, YouTube kanalı işlədirəm. Bəzən də elə yer olur ki, mən hiss edirəm ki, qarşı tərəf çəkildiyindən narahat olur. Belə yerlərdə mən qətiyyən çəkiliş eləmirəm. Və xanımlar, artıq gəldik Tamstora. Bura gələn kimi artıq Tamerlan bilir ki, sürüşkənə gəlib. Çox sevinir və çatan kimi də gördüm ki, xalam oğlu da ailəsi ilə buradadır. Onlarla əyləşdik, biraz söhbət etdik. Uşaqlar da əyləndilər, mənim üçün daha maraqlı oldu. Həm çoxdandır ki, xalam oğlu və ailəsini görmürdüm, həm də daha yaxşı oldu ki, uşaqlar da bir-biri ilə vaxt keçirmiş oldu. Mən xalam oğlunu çox gec görürəm, çünki o da başqa ölkədə işləyir. O da Bakıya ildə 2-3 dəfə gəlir və ailəsi ilə olur. Belə də olan zaman uşaqlar da tez böyüyür deyənə, bir-birlərini görəndə tanıyır. Bu əyləncə mərkəzindən mənim çox xoşum gəlir. Çünki uşaqlar burada çox maraqlı vaxt keçirdirlər. Uşaqlara da nəzarət yüksək səviyyədədir. Yəni ki, rahatçılıqla gedib əyləşib çay içə bilirik, yemək yeyə bilirik. Tam əmin oluram ki, uşaqlara yaxşı nəzarət olunur. Uşaqları kənara çıxmağa qətiyyən icazə vermirlər. Bu da mənə görə çox yaxşıdır.
Və xanımlar, artıq gəlmişik evə. Gələn kimi də Leyla məndən pudinq istədi. Pudinqi hazırlayıram ki, Leyla ilə Tamerlan yesin. Sonra aparım yatmağa. Bişirəndən sonra biraz qoyuram ki, soysun. İlıq olandan sonra verirəm yesinlər. Pudinq Leylanın ən vazkeçilməz atışdırmalığıdır. Bunu uşaqlıqdan xoşlayır. Hələ də indiyənə kimi ara sıra edirəm, yeyir. Bu da ləhmacundur xanımlar. Bir gün öncə bişirmişdim. Yarısını qızdırdım, yoldaşım yedi. Yarısını da qoyuram xaladelnika. Axıra kimi mənə baxdığınıza görə sizə təşəkkür edirəm. Əgər kanalıma abunə deyilsinizsə, abunə olaraq məni çox sevindirərsiniz. Gələn vloqda görüşərik. Sağ olun, salamat qalın.